Mən Azərbaycanda ilk paranormal elmi araşdırıcıyam. Adı gələndə bir çoxunun qorxduğu, amma mənim sevdiyim bir işlə məşğul olmam. Necə oldu ki, mən paranormal elmi araşdırıcı oldum? Uzun illər bundan əvvəl özümün də və bir çox insanların başına gələn bəzi müsibətlərin, onların çözə bilmədikləri, həkimdə qaldıqları, davamlı dərmanlar qəbul etdikləri, amma düzəlməyən bir çox xəstəliklərin olduğunu gördüm və işə başladım. Əvvəllər bu sahə üzrə məndən soruşsaydılar, deyərdim ki, mən Allahdan başqa görmədiyim heç bir şeyə inanmıram. Və sonradan şahidi oldum və Allahın göndərdiyi kitablarda oxudum və tətbiq elədim ki, həqiqətən insanların etdiyi xəta və günahlara görə başlarına bir çox müsibətlər gəlir. Cin sözünün mənası Quran termini və ərəb dili terminologiyasında görünməyən, bilinməyən deməkdir. Amma var olan cinnət, cənnət, cəhənnəm sözün kökü cindir. Beləliklə ilk araşdırmamı bir gənc qadın üzərində apardım və gördüm ki, mənə müraciət edəndə o xanım yüzlərlə hocalara, mollalara, ruqiyyəçilərə və həkimlərə müraciət edib, psixologlar və bunun xəstəliyinə çarə yoxdur. Hətta üzr istəyirəm ifadə verirlər, həyat yoldaşına bıçaq çıxartmaq həddinə gəlib. Araşdırdıqda gördüm ki, bu getdiyi mollalar yalnız Quran ayələri yazdırmaqla, tilsimlər, cadular eləyəklə, boynuna, boğazına, əlinə yazdırmaqla Allaha şirk qoşdurublar. Həkimlər dərmanlar yazaraq mədəsini, ciyərini pis vəziyyətə qoymuşlar. Qısa araşdırmadan belə bəlli oldu ki, bu qadın uşağı olmadığına görə rayonların birində bir seyidin həyətinə gedərək ağaca, o seyidin qapısında olan ağaca demişdi ki, əgər sən Allahsansa mənə övlad ver, sənə qurban kəsəcəm deyə. Və ağacı Allaha şirk qoşduğuna görə başına böyük müsibətlər gəlirdi. Hətta ağac belə bir yarpaq belə çıxartmır ki, Allaha öz lisan dili ilə deyir ki, mən ağac olaraq özümə bir xeyrim yoxdur, qurumuşam. Siz məndən niyə xeyir güdürsünüz? Ağac deyir. Tövbə elətdirib bir çox prosesləri elədikdən sonra, tövbə və duaya davam elədikdən sonra aradan qalxmışdı. Tövbə etməyin bir elmi var, bir yolu var. Mən həmişə deyirəm ki, müsibət, xəstəlik əməlin cinsindəndir. Hansı günah və xətanı eləmisənsə, o cür başına müsibətlər gəlir. Yüzlərlə mollalar görmüşəm, yüzlərlə şarlatanlar, falçılar görmüşəm. İnsanların nədən qorxur? İnsanlar niyə paranormal deyəndə qorxurlar? Çünki həmişə kinolarda, verilişlərdə qorxulu bir varlıq kimi göstərdiklər. Cin dediyimiz görünməyən, bilinməyən, metafizik, K+3, maqnetik dalğalı olan, enerji olan cinləri böyüdərək, insanları qorxudaraq çəkindirmişdilər. Və bunlardan istifadə edən cadugarlar, falçılar özlərinin bir cinni olduğunu şarlatanlıq eləyərək insanları ala bu suyu, çim, oxunmuş ayələri kanalizasiyaya tökərək və yaxud da ki, duaları boynuna asıb tualetə girərək Allahın kitabına şirk qoşaraq müsibətlərini böyütmüşdülər və bu yolla da şirklə pul qazanıb
yemişlər və ailələrinə yedizdirmişlər. Və Seyid adlandıran insanları, dolandıranları heç bir xeyri olmadığını gördüm və bu işə gəldim. Və paranormal araşdırma apardım. Və mənim istəyim, mənim arzularımdan biri, bütün dünyada olduğu kimi Azərbaycanda da paranormal elmi araşdırma mərkəzi qurmaq və bütün bu şarlatanlara, məndə enerji var, məndə vergi var, mən seyidəm, mən mollayam deyib insanları alladan şəxsləri nəzarətə alıb dövlət qeydiyyatına almaq və şarlatanları Azərbaycan Respublikasının qanunundan cəza almalarına səbəbiyyət göstərməkdir. Və buna görə də bir çox işlərimiz, uğurlarımız, biznesmenlər, istər sadə vətəndaşlarımız, istər dövlət qurumlarında çalışan insanlar var ki, biz onların psixologiyasında, fiziki durumlarında bizim də bir əlimiz olub ki, yaxşı olmaqlarına. Və ona görə də mən çalışıram ki, Azərbaycan xalqına və müsəlmanlara yaxşılıq eləyim, xidmət göstərim. Məni izləyənlər, məni bəyənənlər çox azdır. Amma bilirəm ki, hamınız məni başa düşürsünüz, sevirsiniz, amma qorxursunuz. Qorxmağa da heç bir əsas yoxdur və bu dünyada və bu Azərbaycanda ən qorxusuz insan mənəm. Siz qorxmaq lazım olan yerdə qorxmursunuz, qorxmaq lazım olmayan yerdə qorxursunuz. Bu nə deməkdir? Bu o deməkdir ki, sizin şuurunuzu, bədəninizi ələ alan bir cür enerji var ki, məndən qorxur ki, səni də məndən qorxurtdusun, uzaqlaşdırsın deyə. Allahın salamı, xeyir bərəkəti olsun hər biriniz.